Aprelin sonuncu günündəyik və hər vaxtınız xeyirli olsun əziz Sağlam Radio dinləyiciləri. Sağlam təhsildəsiz və bugünün mövzusu da çox aktual və maraqlı bir mövzudur. Çünki günümüzdə bilirsiniz ki, sosial şəbəkələr həyatımızın ayrılmaz bir hissəsinə çevrilib və müəllimlərimiz də, şagirdlərimiz də, tələbələrimiz də demək olar ki, bu platformalarda aktiv iştirak edirlər. Fikir bildirirlər, paylaşımlar edirlər, amma indi burada məsələ bir balaca dəyişir. Biz bugün müəllimləri daha çox diqqət mərkəzində saxlayacağıq. Müəllimlərin bax bu cür sosial şəbəkələrdə iştirakı, aktiv iştirakı, hətta davranış qaydalarına belə deyək də təsir etməsi cəmiyyət tərəfindən necə qarşılanır? Hansı hallarda məsələn etik sərhədlər bu zaman pozulur? Sosial media fəaliyyətləri müəllimin peşət nüfuzuna təsir göstərirmi? Əgər göstərirsə necə təsir göstərir? Bu və digər suallarla bugün bağlı danışacaq qonağımız var studiyamızda. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova. Salamlayıram sizi, xoş gəldiniz. Salam, çox sağ olun dəvətiniz üçün. Hər kəsi salamlayıram, dinləyənləri də həmçinin. Təşəkkür edirik və mövzunu gəlin elan edək, dinləyicilərimizə də aydın olsun. Müəllim və sosial şəbəkə etikası. Çox aktual bir mövzudur, maraqlı bir mövzudur. Mən istəyərdim dinləyicilərimiz də qulaq asmaqla yanaşı göndərə bilərlər suallarını 055 93 490 93-ə. Başlayaq məncə. Günay xanım, neçə ildir artıq bu sahədəsiz? Bir yaxşı yenə də tanıyaq sizi. 18 ildən çoxdur ki, pedaqoji fəaliyyətim var. Müəllimliklə məşğulam. Xarici dil, ingilis dili müəllimiyəm. Verilişə başlayanda ilk bir orada fikir səsləndi ki, təhsil də xəstələnə bilərmi? Doğrudan da bəzən baxırıq ki, təbii ki, insanın necə ki orqanları var, müəyyən bir yeri ağrıya bilir. Bəli, bizim də müəllimlərimizin bəzən harası ağrıya bilər və bu ağrını da mütləq formada həkimə gedərək düzəltmək lazımdır və ya dəstək alaraq düzəltmək lazımdır. Düşünürəm ki, bu sosial şəbəkə etikası və müəllimlər hal-hazırda bizim ən vacib məsələlərimizdən biridir ki, biz onunla çox ciddi məşğul olmalıyıq. Özünüz aktivsinizmi Günay xanım sosial şəbəkələrdə? Mən sosial şəbəkələrdə çox aktivəm əslində. İstər bilmirəm indi A çəkmək düzgün olarmı yoxsa yox. Instagram, Facebook və s. sosial şəbəkələrdə hər zaman aktivəm. Amma məsələ odur ki, biz necə aktivik? Aktivliyimizi necə göstəririk? Bütün günü sadəcə sosial şəbəkədə oluram və heç bir faydalı bir kontent paylaşmıramsa, bu başqa məsələ. Amma bir də var ki, sosial şəbəkədə olub, hər gün ən azı kiməsə motivasiya ola bilərik, kimləsə danışa bilərik, kimisə sualını yaxşı mənada cevablaya bilərik. Əgər və ya hansısa bir öz işimizlə bağlı bir metodika ilə və s. bağlı bir paylaşım ediriksə, bax mənə görə budur əsl vacib olan. Müəllimlərin sosial şəbəkələrdə aktiv olması ümumiyyətlə necə qiymətləndirilir? Bu müsbət hal sayılır yoxsa necə? Biz bunu təkcə Azərbaycan mövqeyindən baxmaq yox, dünya mövqeyindən baxmalıyıq mənə görə ki, çünki bir çox ölkələrdə müəllimlərin sosial şəbəkədə aktiv olması yaxşı qarşılanır. Müəllim imicinə yaxşı mənada təsir edir. Gəlin belə bir maraqlı bir bənzətmə eləyim. Vaxtilə rayonlarda, kənd yerlərində müəllimlərimiz olurdu və bu müəllimlər həqiqətən də tanınırdı, populyar idi. Bütün o yaxşı mənada məclislərimizə, qonaqlıqlarımıza həmin müəllimləri başda dəvət eləyirdi. İndi isə maşallah Azərbaycan özü kifayət qədər böyük bir yerdir, müəllimimiz çoxdur və bunların tanınması üçün həmin o dəvət olunan, axtarılan müəllimlərdən olması üçün biz sosial şəbəkələrə artıq müraciət eləyirik. Çünki müəllim fikirləşir ki, yaxşı bu qədər müəllimin içində bəs mən nə edeyim ki, məni tanısınlar və sevsinlər, saysınlar. Ola bilər ki, bəzi müəllimlərimiz həqiqətən çox gözəl fəaliyyət göstərirlər, amma ancaq o 4 divar sinifin içində 20-30 şagirdlə ancaq məlumatlıdırlar ki, hə, bu müəllim doğrudan da yaxşı müəllimdir. Amma elə müəllimlərimiz də var ki, təkcə o 20-30 şagirdə yox, həmçinin istəyir ki, daha çox kütlələrə faydalı olsun və ya daha çox kütlələrə özünü sevdirsin. Ona görə də təbii ki, sosial şəbəkələrə müraciət edirlər. Günay xanım,
Müəllimin sosial şəbəkədə bəs şəxsi həyatını paylaşması bu artıq başqa bir mövzudur. Çünki bildiyim qədərilə bu kənardan bir mənalı qarşılanmır, valideynlər tərəfindən də qarşılanmır. İndi siz necə ki bu sahədə bir mütəxəssis kimi yetişmisiniz və istəyərdim ki, həm də Elm və Təhsil Nazirliyini təmsil etdiyinizə görə bir qurum olaraq bu müəllimlərə necə münasibət bəsləyirsiniz? Müəllim sosial şəbəkədə şəxsi həyatını paylaşanda hansı məhdudiyyətləri nəzərə almalıdır? Yoxsa nəsə istəsə paylaşa bilər? Ümumiyyətlə müəllimlər bayaq da dediyim kimi hər zaman cəmiyyətin sevilən, sayılan, hörmət edilən kəslərindən olublar. Və düşünürəm ki, bizim bütün müəllimlərimiz, yaşından asılı olmayaraq bütün müəllimlərimiz mütləq formada nəzərə almalıdırlar. Bəzən çox təəssüf ki, hətta WhatsApp platformasında belə bəzən müəllimlərin elə paylaşımlarını görürük ki, düşünürəm ki, axı bu onun şəxsi paylaşımıdır. Niyə görə mən ta ki başqa bir rayonun müəlliminin bu halını görməliyəm və ya bu fikrini, bu cümləsini eşitməliyəm, baxmalıyam. İstər-istəməz, yəni əgər onu ictimai formada paylaşıbsa, hər kəs üçün açıq eləyibsə və hər birimiz də görürük. Amma bəzən də biz yəni fikir verməliyik ki, biz bu paylaşımları kimlər üçün edirik? Əgər təkcə ailəmiz, sevdiyimiz qohum əqrabamız, dostlarımız üçün eləyiriksə, təbii ki, bunların öz yolu var. Müəyyən bir öz şəxsi nömrəmiz ola bilər və ya şəxsi hesabımız ola bilər. Bu şəxsi hesabda sadəcə limitli insanlar üçün paylaşım eləyə bilərik. Yox, biz əgər bunu açıq qoyuruqsa ki, hər kəs görə bilər, o zaman mütləq formada öz davranışlarımıza, paylaşımlarımıza diqqət eləməliyik. Onda gəlin konkretləşdirək. Müəllim nəyi paylaşa bilər, nəyi yox? Birinci onda belə dünya baxışından deyək, dünya təhsil sistemindən, beynəlxalq nümunələrdən deyək ki, məsələn, bir çox ölkələrdə müəllimlərin özlərinin siyasi və dini baxışlarının paylaşılması düzgün deyil. Ziddiyyət yaradılması, paylaşımların edilməsi, fikirlərin üzə çıxması düzgün deyil. Çünki hər kəsin özünün şəxsi bir düşüncəsi var və bu şəxsi düşüncəni də əgər ortaya salıb hansısa bir kütləni pis mənada özünə cəlb eləməyə çalışırsa və ya öz arxasıca aparmağa çalışırsa, təbii ki, bu ixtişaşa yol açar və düzgün olmaz. Bu, yəni beynəlxalq sistemdəki konkret qaydalardır. Və ya əgər mən hesabımı müəllim kimi istifadə eləmsə ki, kimlərsə məndən faydalansınlar, təbii ki, şəxsi paylaşımlarımı geri plana qoymalıyam. İstirahət paylaşımı, nə bilim, hansısa bir məclis paylaşımı, daha çox həqiqətən də işimlə bağlı olan paylaşımları göz önündə qoymalıyam ki, digər müəllimlərə motivasiya olsun, məlumat versin, hansısa bir konfranslar ola bilər, təhsillə və ya tədrislə bağlı tədbirlər ola bilər. Yəni fəaliyyəti ilə bağlı. Bəli, fəaliyyətlə bağlı. Peşəsi ilə bağlı. Mən gedib oturub hansısa bir xeyir məclisində olsam, oradan şəkil paylaşsam, təbii ki, bu çox xoş qarşılanmaz. Və ya nə bilim, hansısa bir bu və ya digər şəkildə təhsildən aralı olan bir paylaşım eləsəm, düşünürəm ki, bu heç də bir mənalı qarşılanmayacaq. Amma sırf təhsillə bağlı hansısa bir məlumatın və ya ümumi bir iştirak etdikləri bir tədbirin şəklini paylaşsalar, bu əlbəttə ki, digər müəllimlərə motivasiya olmuş olar. Yəni buradan belə başa düşdüm ki, müəllim geyimi ilə bağlı, öz həyat tərzi ilə bağlı paylaşımları etməsə daha düzgün olar. Təbii ki. Düzdürmü? Yəni bu onun peşəsinə zərər verə bilər. Belə anladım. Aydındır. İmicinə, peşəsinə zərər verə bilər. Aydındır. Dini baxışlarla bağlı dediniz. Mən hətta əlavə eləyərdim ki, bəli, siyasi səhv etmirəmsə mövqeyini də orada sərgiləməməlidir, ortaya qoymamalıdır. Aydındır. Müəllimlərdən danışacağıq, amma biz indi ümumi belə deyək də, təkcə müəllimlərin üzərində qurmayacağıq da söhbətimizi. Şagirdlərdən də danışaq biraz. Çünki bəzən şagirdlər elə tez-tez qarşımıza da çıxır sosial mediada. Şagirdlər dərs zamanı və yaxud dərs prosesində bəzən müəyyən bir paylaşımlar da edirlər. Nə bilim, videolar çəkirlər, elə öz sinif yoldaşları ilə bağlı müəyyən bir məzəli, əyləncəli xarakterdə də olsun, paylaşımlar edirlər. Sizcə bu paylaşımlar problemlərə yol aça bilərmi? Əlbəttə ki, problemlərə yol aça bilər. Əgər şagird bunu dərs zamanı eləyirsə, bu deməkdir ki, ya o dərsdə müəyyən bir boşluq yaranıb ki, şagird telefondan istifadə eləyir, ya da ki, hansısa bir xoşa gəlməz bir nüans var deməkdir. Bu məlum məsələdir. Amma
Biz baxsaq bir çox ölkələrə, həmin bir çox ölkələrdə telefon qətiyyən qadağan edilir. Dərs zamanı istifadə olmasa, nəinki şagirdlər üçün, hətta müəllimlər üçün belə qadağan olunur. Bizdə isə məsələn bəzən müəllimlərimiz istifadə eləyir dərs zamanı, dərsin gedişatı zamanı, hətta tənəffüslərdə belə bəzən olur ki, müəyyən çəkilişlər aparırlar. Amma düşünürəm ki, bəlkə də şagirdlərimiz bu çəkilişləri görüb həvəslənib onlar da çəkiliş eləyirlər və ya nə bilim ola bilər ki, yenə deyirəm, hansısa bir boşluqdan istifadə eləyib o çəkilişləri eləyirlər, amma hər bir halda mənə görə bu dərsin vaxtından alıb digər şeylərə biz veririksə və ya kimlərsə verirsə, bu heç də düzgün bir hal deyil. O 45 dəqiqə şagirdin həmin fənni mənimsəməsi üçündür, həmin fənlə bağlı məşğul olması üçündür. Yəni biz o fənnə ayrılan 45 dəqiqəni, neçə dəqiqəsinisə alıb başqa bir şeyə veririksə, biz onun həyatından o dəqiqələri uğurlamış olarıq və ya özü də həmçinin. Əgər dərsdən yayınıb müəyyən icazəsiz və ya nə bilim diqqətsizlikdən yaranan bir boşluğa düşürsə, hansısa bir videolara baxır və ya çəkir və ya nəsə eləyirsə telefonla, əlində məşğuldur, oynayır, sosial şəbəkədə gəzirsə, demək ki, doğrudan da bu onun həmin dərsi mənimsəməməyinə və ya diqqət ayırmamağına, sevməməyinə, hər hansı müəyyən bir səbəblərə gətirib çıxardır. Aha. Məsələn, digər tərəfinə də nəzər yetirək. Bəzən şagirdlər var ki, qarşı tərəfin razılığı olmadan, yəni öz sinif yoldaşlarının razılığı olmadan icazəsiz şəkildə paylaşımlar edir. Ümumiyyətlə videolar çəkir. Bunun qanuni tərəfini zəhmət olmasa izah eləyərdiniz. Məsələn, bu cür videolar paylaşanlar qanun baxımından nə kimi məsələn nəticələr gözləyə bilər? Bu təkcə şagirdlər üçün yox, fərqi yoxdur. Təhsil sistemində və ya təhsil sistemindən kənarda da olsa, əgər icazəsiz, ümumiyyətlə müəllimin belə şagirdini çəkib paylaşması yazılı icazə ilə olmalıdır. Valideynin rəsmi yazılı icazəsi ilə olmalıdır. Bu bir çox ölkələrdə konkret olaraq, məsələn ABŞ-da, Böyük Britaniyada bu konkret olaraq belədir. Yazılı icazə olmadan valideynin heç bir formada müəllim şagirdə aid heç bir paylaşım paylaşa bilməz. Şagird təhlükəsizlik qaydalarına əsasən. Bu bizdə də əslində belədir həmçinin və o əgər paylaşdığı təqdirdə tutaq ki, qarşı tərəf narazılığını bildirərsə, istər şagird yoldaşı öz dostunun paylaşımına və ya müəlliminin paylaşımına qarşı tərəf öz narazılığını bildirərsə, təbii ki, bu məhkəməyə qədər uzanan bir prosesdir. Müəyyən o şikayətlər olunub və bu təhlükəsizliyin, yəni təhlükəsizlik qaydalarının pozulması kimi dəyərləndirilir. Bəs bizdə də eyni qayda. Bizdə də bəli, təbii ki, yəni, bu qanun. Bir məsələ var ki, mən buna istəyirəm ki, toxunam. Bəzən valideynlərimiz bunu başa düşmürlər. Məsələn, xüsusilə də ibtidai siniflərdə bəzi ibtidai sinif müəllimləri mənim rastıma çıxır, görürəm ki, şagirdlərin xoş anlarını çəkib paylaşırlar. Bu xoş anlar əslində bir tərəfdən biraz xoş görsənir, maraqlı görsənir, valideyn üçün də diqqət çəkir. Amma bir neçə ildən sonra bir də görürsünüz ki, valideyn və ya şagird deyir ki, ay müəllim, mənim videomu silin oradan, mən istəmirəm, o halım qalsın. Amma artıq o neçə ildə bəlkə də o şagirdin hansısa o şəklimi, videosumu, hansısa başqa xoşa gəlməz yerlərdə artıq istifadə olunub, artıq o təhlükəsizlik qaydaları pozulub orada. Bəzən biz başa düşmədən həmin anda heç bir şey demədiyimiz, xoşumuza gələn hərəkət daha sonra başa düşürük ki, yox, əslində bu düzgün deyilmiş. Ya da birbaşa şagirdlərin üzünü çəkilməsi, birbaşa şagirdlərin yəni bütün o simasının hər cizgisinin verilməsi mənə görə düzgün deyil. Yəni bu beynəlxalq təhsil sistemində də belədir. Deməli sosial şəbəkədə yəni etik qaydalar olmalıdır, etik sərhəd olmalıdır və bu etik sərhədi keçən müəllimlər öz imiclərinə zərbə vururlar, amma həm də bununla yanaşı müəyyən bir risklərlə də qarşılaşırlar. Məsələn, hansı riskləri onlar gözə altına almalıdırlar? Gəlin buradan izah eləyək müəllimlərə ki, bəlkə ediblərsə heç olmasa bundan sonra etməsinlər. Ən azı valideynin yazılı icazəsi olmadan əgər bunları edirlərsə, artıq onlar başa düşməlidirlər ki, sabahki gün hansısa bir valideyn övladına görə şikayət eləsə, təbii ki, bu yəni məhkəməyə qədər də gedə bilər bu proses, yəni bu qanun pozuntusu və eyni zamanda da gələcəkdə o müəllim söz verə bilirmi ki, həmin şəkil və ya videodan başqa bir hansısa pis, bəd niyyətli səhifələr götürüb istifadə eləməyəcək. Başqa niyyətlərlə.
məqsədlərlə. Yəni məqsədlər müxtəlifdir. Əgər siz onu ictimai açıq qoyursunuzsa, kimsə də götürə bilər və götürülüb başqa bir niyyətlə istifadə olunacaqmı və ya olunmayacaqmı? Nə qədər təhlükəsizdir müəllimin səhifəsi? Axı bizim bütün sosial şəbəkə hesablarımız təhlükəsiz deyil, hamısı qorunmur. Axı bu da nəzərə alınmalıdır. Məsələn, YouTube-dan bir şey deyim. YouTube məsələn elə bir platformadır ki, orada şagirdlərin üzləri paylaşılan heç bir videodan nə müəllim və ya nə də paylaşan insan ödəniş götürə bilmir və ya oradan pul məqsədi ilə, qazanc məqsədi ilə həmin video yayımlanmır və ya özü limit gətirir ki, üzləri görsənib artıq burada uşaqların və təhlükəsizlik qaydalarına əsasən videonu geri plana atır. Yəni aktivliyi dərhal azalır. Amma digər sosial şəbəkələrdə bu o qədər də çox aktual deyil bu məsələ. Yəni məsələn deyək ki, YouTube-dakı qədər xırdalığı ilə incələnmir. Bəlkə də təbii ki, orada da müəyyən problemlər ola bilər, amma hər bir halda bunu yenə də biz özümüz paylaşan insan özü nəzərə yetirməlidir. Davam etdirəcəyik söhbətimizi Günay xanım. Mən xatırladıram ki, dinləyicilərimizə bugün müəllim eyni zamanda sosial şəbəkə etikası. Bax bu mövzunu işıqlandırırıq. Bilirsiniz ki, günümüzdə müəllimlər bir çox platformalarda dediyimiz kimi aktivdirlər. Çox qəşəng dediyim sizə ki, Twitterda da müəyyən bir mövzularla bağlı paylaşımlar edirlər. Nə bilim sosial şəbəkələrin digər Facebook olsun, Instagram olsun, aktiv olaraq videolarını, şəkillərini paylaşırlar. Siz necə fikirləşirsiniz? Bu düzgündürmü yoxsa yox? Bu ümumiyyətlə sizə görə necə görünür kənardan, əziz dinləyicilərimiz? Bununla bağlı fikirlərinizi zəhmət olmasa bizə yazın, göndərin 055 93 490 93-ə. Və xatırladıram, Bakı Biznes Universitetində World Karyera Peşə Mərkəzinin təşkilatçılığı ilə bilirsiniz ki, 4-cü dəfə Təhsildə adlı təhsil forumu keçiriləcək. Adı çəkilən forum təhsildə kreativsən devizi ilə təşkil olunacaq. 14 spikerin təqdimatında təhsilin müxtəlif sahələrinə aid mövzular müzakirə olunacaq. Təhsildəsən 4 tədbirinin əsas məqsədi təhsildə uğur qazanmış və təcrübəyə malik təhsil işçilərinin spikerliyi ilə forumda iştirak edən müəllim, pedaqoq və təhsil işçilərinin biliklərini artırmaq və aktual təhsil mövzuları ətrafında müzakirə təşkil etməkdir. Müzakirə olunan mövzulara xaricdə təhsil, emosional zəka, imtahan stresi, ixtisas seçimi, disleksiyalar, uşaqlarla xüsusi işlər, ixtisas seçimi, fərdi bilik və bacarıqların aşkarlanması və digər mövzular daxildir. Bu arada xatırladıram ki, 09:30-da başlanacaq. Bu şənbə hər kəs may ayının 3-də təklif edərdim ki, forumda iştirak eləsin. Aha, deyə bilərsiniz ki, yaxşı, forumda iştirak üçün biletləri hardan əldə etmək olar? Mən sizə deyim, 055 674 72 30 WhatsApp nömrəsinə yazmağınız kifayət edəcək biletləri əldə etmək üçün. Bildiyim qədərilə Günay xanım, siz də iştirak edəcəksiniz forumda. Maraqlı olardı sizi də fikirlərinizi bilmək. 3 forumunda mən iştirak etmişdim və doğrudan çox gözəl feedbacklər aldım. Orada müəllimlərin beynəlxalq sertifikatları necə əldə etməsi ilə bağlı və onlara qatdığı dəyərlə bağlı danışmışdım. Bu dəfəki mövzumuz da çox maraqlıdır. Adından görüldüyü kimi həqiqətən kreativ mövzular var və mən düşündüm ki, bu dəfəki mövzu nə seçmək olar? İnklüziv yanaşmalarla bağlı düşünürəm, danışacağım inşallah. Hər kəsi yeni, kreativ, müasir həllərlə bağlı bu foruma gözləyirik. İnşallah ümid edirəm ki, faydalı və bir çoxu feedbackləri özləri ilə apara biləcək bir yerə gəlmiş olacaqlar. İnşallah. Mən bu arada Günay xanımı bir daha təqdim etmək istəyirəm dinləyicilərimizə. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibidir, xarici dil üzrə mütəxəssisdir Günay Əkbərova və qayıdırıq söhbətimizə. Mövzumuz bugün müəllimlərlə bağlıdır. Müəllim və sosial şəbəkə etikası və bir müəllim düşünək, öz sosial media hesabında hansı tərzdə məzmun paylaşmalıdır ki, bu onun peşəkar görünməsinə mane olmasın, peşəkar görünsün müəllim, həm də müasir tələblərə də cavab versin. Çünki hal-hazırda biz bundan da kənara çıxa bilmirik. Çünki müasir müəllimlərimiz də var. Məsələn, onları bu dəqiqə hal-hazırda dindirsək, danışdırsaq deyəcəklər ki, məsələn, Amerika Birləşmiş Ştatlarında təhsil işçiləri məsələn bu metoddan istifadə edirlər dərsdə. Mən istəyirəm ki, onlar da sosial şəbəkədə yayımlansın. Yəni və yaxud digər Avropa ölkələrində. Yəni onların da öz tələbləri, yəni var. İndi sizdən soruşmaq istəyirəm Günay xanım.
Belə bir şey deyim ki, çox təəssüf ki, bizdə hələ də o kontent tam olaraq müəyyən edilməyib ki, sırf müəllim, peşəkar müəllim öz imicinə zərər vurmaması üçün nə ilə bağlı paylaşım eləsə daha yaxşı olar. Mənə elə gəlir ki, birinci biz bunları müəyyən eləməliyik və Azərbaycan şəraitinə uyğunlaşdırmalıyıq ki, biz nəyi paylaşsaq bizim üçün uyğundur, nəyi paylaşmasaq daha məqsədə uyğundur. Yəni bunu indi məsələn bu suala cavabı mən sadəcə bir Günay müəllimə olaraq cavab verəcəm. Mənim öz həyat tərzimə uyğun olaraq cavab verəcəm. Amma düşünürəm ki, bunun üçün böyük bir komanda bir araya gəlib bir yaxşı bir beyin fırtınası eləyib yaxşı punktlar qoymaq lazımdır. Amma mənə görə müəllim öz fənni ilə bağlı, fənnində gedən inkişaflarla bağlı. Əgər şagird nailiyyətləri varsa, təbii ki, şagird nailiyyətlərini paylaşmalıdır müəllim. Çünki bu digər şagirdlərə də, digər valideynlərə də stimuldur, motivasiyadır. Digər müəllimlər üçün də həmçinin stimuldur. Əgər müəllimin hansısa bir şagirdi gedib hansısa bir olimpiyadada yer tutubsa, niyə paylaşmasın bunu? Amma bu o demək deyil ki, məsələn, bəzi müəllimlərimiz inciməsin məndən, amma bəzi müəllimlərimiz doğrudan baxıram ki, yəni şikayətlər və ya narazılıqlar da var ətrafdan ki, bir çox hallarda bu çəkilişlərdən sui-istifadə edirlər. Yəni artıq gündəlik həyat tərzinə çevrilib bu çəkilişlər. Bütün günü dərs zamanı çəkmək, sinfi çəkmək, şagirdi çəkmək, nə bilim, deyəndə çəkmək, güləndə çəkmək, şagird oturur çəkir, durur çəkir. Yəni aşırı dərəcədə bunu. Aşırı dərəcədə. Bu artıq mənə görə bu sosial şəbəkədən bağlı bir vəziyyətə gəlib çıxıb. Yəni artıq elə bir ki, alüdəçi olub. Amma biz sosial şəbəkəni öz xeyrimizə istifadə etməliyik. Xeyrimiz nədir? Xeyrimiz odur ki, biz uşaqlarımızın əlindən telefonları ala bilmirik. Bu məlum məsələdir. Deyə bilmərik ki, o insan bəlkə də çox az insan olar ki, desin ki, mən övladıma telefon vermirəm. Ümumiyyətlə, mənim övladım telefondan xəbərsizdir. Bu dəqiqə, maşallah, uşaqlar doğulan kimi elə bir ki, smartfonla bir yerdə doğulurlar və əllərində dərhal başlayırlar işlətməyə. Hətta 1 yaşında uşağa belə. Amma bu telefonlarla da onları biz tanış etmişik. Bəli, bəli, təbii ki. İndi tanış eləmişik və ya məcburiyyətində qalmışıq. Bu ayrı bir mövzudur. Bu mövzuya heç toxunmuram da. Amma nəticə olaraq hər birimizin övladlarının əllərində telefonlar var. Yaxşı, bu telefonu biz necə istifadə edə bilərik? Məsələn, mən baxıram ki, uşaqlar dünya trendlərində olan zarafatlar və ya videoları təqlid eləməyə çalışırlar. Biz bunu öz xeyrimizə çevirək. Öz mentalitetimizə uyğun olan trendlər yaradaq. Məsələn, yaxın günlərdə belə bir trend var idi sosial şəbəkələrdə. Konfet trendi, bəlkə sizin də rastınıza çatar. Hər kəs müəllimə gətirirdi, konfetlər verirdi. Bir mənalı qarşılanmadı. Yəni, niyə qarşılanmadı? Çünki düşünürəm ki, orada bəzi valideynlərin haqlı olaraq narazılıqları oldu ki, bəs bəlkə mənim imkanım yoxdur, bəlkə mənim övladım bu trendə qoşulmaq istəmir, marağında deyil. Yəni, hər bir halda düzdür, o demək deyil ki, valideyn bir şokolatı almaqdan acizdir və ya nəysə. Amma məsələ ondadır ki, yəni biz bunu, bu tipli hadisələri trend halına çevirməməliyik. Düzdür, burada mən deyə bilmərəm, günah hamısı müəllimlərin, heç bəzi müəllimlər olurdu ki, məlumatsız idilər. Uşaqlar özləri həvəslənib eləyirdilər, amma bəzən də sui-istifadə halları da görürdük ki, müəllim özü şərait yaradır ki, bu olsun deyə. Amma yəni ara sıra kimi, bəli, bu halların belə deyək də baş verməsi bir növ aşırı dərəcədə olmayan səmimiyyət də yaradır. Çünki dərs prosesi o qədər bəzən çətin olur. Arada bir lazımdır, bir yaradıcı bir tərəfdən də qatılasan, bir qoşulasan, bu münasibətə bir qatqı qatasan. Məncə də bu dərs prosesinə də gözəl təsir edə bilər. Amma arada bir də. Arada bir, siz necə? Çünki o qədər ciddi bəzən dərs prosesi gedir ki, insan darıxır. Mənə elə gəlir ki, biz şagirdlərimizi çox sevməliyik, çox sevgi verməliyik. Amma onlar məlum məsələ, biz şagirdimizlə dost ola bilmərik. Yəni, bəlkə bu yaxşı çıxmır, bu cümlə biraz belə bəzi müəllimlərdə xoş eşidilməyəcək. Bu sizin fikrinizdə? Əslində tək mənim fikrim deyil. Bir çox beynəlxalq təhsil mütəxəssisləri, ekspertləri də bu cür düşünür ki, müəllim şagirdlə dost deyil. Bir sual gəlib sizə, elə yaxşı məqamına toxunduq. Sosial şəbəkədə dinləyicimiz soruşur ki, müəllimin şagirdlərə birbaşa dost təklifi göndərməsi və yaxud əksinə şagirdin müəllimə dost təklifi göndərməsi düzgündürmü?
Ümumiyyətlə müəllim onu dostluğa əlavə etməsi, qəbul etməsi doğrudurmu? Əgər müəllim sırf öz peşəsi ilə bağlı paylaşımlar eləyirsə, bunu eləyə bilər. Yox. Bu izləyici məsələsi var da ortada. Yəni dost təklifi göndərmək, müəllimi izləmək və ya eyni formada müəllimin şagirdi izləməsi. Yəni bu əslində qarşılıqlı bir prosesdir. Müəllim istəyirsə ki, görünən olsun, öz fəaliyyətini paylaşsın, o zaman təbii ki, dostluq, yəni o simvolik dostluq da burada həqiqi dostluqdan getmir. İzləmə dostluğunu göndərib və ya qəbul eləyə bilər. Yox, əgər müəllim sadəcə öz deyək ki, şəxsi həyatı ilə bağlı paylaşımlar eləyir və ya qarmaqarışıq bir kontekstdə çıxış eləyirsə sosial şəbəkədə, niyə görə o şagirdin diqqətini çəkməlidir? Onda bu hansı qaydalar çərçivəsində olmalıdır? Bu yenə deyirəm, bizdə hələ Azərbaycanda sırf bu barədə bir hansısa bir qaydalar yoxdur. Amma biz özümüz müəllim olaraq öz milli mentalitetimizə yaraşır formada davranmalıyıq. Mən belə düşünürəm. Necə ki, bir çox ölkələrdə müəllimlər öz ölkələrinin dövlətçiliyinin, idarəçiliyinin verdiyi qanunlar çərçivəsində buna yanaşırlar, biz də elə eləməliyik. Bir dinləyicimizin sualı var sizə. Gəlin oxuyaq. Dinləyicilərimizdən mesajlar gəlir 055 93 490 93-ə. Sosial şəbəkədə müəllimin paylaşımında hansı mövzular qadağan olunmalıdır? Zəhmət olmasa cavablandırardınız da. Bununla bağlı əslində beynəlxalq təcrübədən dedik ki, beynəlxalq təcrübədə bir mənalı olaraq dini və siyasi mövzularda olan paylaşımlar qadağandır müəllimlər üçün. Çünki müəllimin dini düşüncəsi və ya siyasi düşüncəsi özünə məxsusdur. Digər insanlara təsir etməsi qadağandır. Və mənə görə üçüncü məsələ də müəllimin şəxsi paylaşımlarıdır. Şəxsi həyatı ilə bağlı paylaşımları nə qədər əgər açıqdırsa səhifəsi, təbii ki, söhbət açıq, ictimaiyyətə açıq səhifədən gedir. Açıqdırsa səhifəsi bu paylaşımları eləməməlidir. Aha, onda Günay xanım belə bir sual verim də, elə bir halda ki, buna toxunduq. Müəllim sosial şəbəkədə öz şəxsi fikrini ortaya qoymalıdırmı, yoxsa bu peşə, yəni etikasına zidd ola bilər? Düşünürəm ki, müəllim şəxsi fikrini baxır hansı mövzuda ortaya qoymalıdır. Əgər tutaq ki, bu dediyimiz mövzuda dini və siyasi mövzulardan kənar, tutaq ki, hansısa bir təhsillə bağlı mövzu ola bilər, bir metodika ilə bağlı, fənni ilə bağlı bir mövzu ola bilərsə, əlbəttə ki, demokratik formada mənə elə gəlir öz şəxsi fikrini bildirə bilər. Ola bilər ki, kitabda məsələn uyğunsuz bir mövzu və ya deyək ki, fərqli bir yanaşma var və o yanaşmanın şagirdə mənfi və müsbət tərəfi ola bilər və digər həmkarları ilə bu mövzunu müzakirəyə qoya bilər və təbii ki, müzakirə obyektinə çevirə bilər. Amma durub müəllim otursun dini bir müstəvidə söhbəti sosial şəbəkədə şagirdlərinin və yoldaşlarının qarşısında eləməsi məncə düzgün deyil. Aydındır. Digər suallarımız da var. Dinləyicilər də göndəriblər. Əslində bugün çox maraqlı bir mövzu oldu. Müəllim və eyni zamanda necə deyərlər, sosial media etikası. Hər kəs bunu tam olaraq anlaya bilmir, düzgün başa düşmür. Hətta bir dinləyicimiz yazıb ki, yaxşı, bəs valideyn dostluq təklifi göndərsə necə? Buna necə cavab verərsiniz? Əgər biz istəyiriksə ki, valideyn bizim hərəkətlərimizi, fəaliyyətimizi görsün və hansı fəaliyyətdən söhbət gedir, təbii ki, həmin fəaliyyətimizi görməsini istəyiriksə, valideynin bəli dostluğuna biz qarşılıq verə bilərik. Yox, yəni dostluq deyəndə yenə deyirəm, izləmə məsələsinə qarşılıq verə bilərik. Yox, istəmiriksə ki, bizim şəxsi həyatımızla bağlı paylaşımdır və biz istəyiriksə ki, bu ancaq mənim qohumum, dostum, ən yaxınlarım görsün, təbii ki, buna yox deyəcəyəm. Salam, qonağınızı da salamlayıram. Mən deyir, bir müəllim görmüşəm sosial mediada influencer kimi fəaliyyət göstərir. Bilmirəm, bu fürsətdir, yoxsa riskdir. Siz necə dəqiq bilirsiniz? Baxın, bayaq dediyim müəllim tiplərinə aiddir ki, tutaq ki, müəllim səhər durur, çəkir, günorta dərsə gedir, bütün günü telefon yanıqlı, onlayn çəkiliş gedən formada gedir və mənə görə bu düzgün deyil. Yəni, bu riskdir, fürsətləndirsə. Bəli, yəni mən təkcə Günay müəllimə olaraq yanaşmıram. Beynəlxalq təcrübələri mütləq formada həmişə öz həyatımda və ya fəaliyyətimdə göstərməyə çalışıram və görürəm ki, beynəlxalq təcrübələr də bunları artıq təcrübə edə-edə bu qənaətə gəliblər və onlar əgər bu qənaətə gəliblərsə və bunların pis örnəkləri varsa,
biz niyə görə bir də təkrar eləyib o səhvi eləmiş olaq? Bizim həyatımızdan hansısa şagird və ya hansısa bir insan örnək alır. Əgər mən bu gün bütün günü durub əlimdə telefonla çəkiliş eləyirəmsə, kimlərinsə üzünü, aldığım hədiyyələri, güldüyümü, oturduğumu, durduğumu, getdiyim yerləri, istirahət etdiyimi, yəni sabah o şagird, o valideyn, o X bir şəxs, sadəcə bir izləyici belə baxıb oradan həmin həyata həvəslənə bilər və ya oradan pis örnəkləri götürə bilər. Yəni bu düzgün deyil mənə görə. Və o örnəkləri götürəndə sabah artıq hər kəs bir-birinə baxıb bənzəyir. Adi indiki dövrdə çox təəssüf ki, insanlarımızın bir çoxu filmlərdən belə təsirlənəcək, motivasiya alacaq vəziyyətə gəlib. Yəni filmdən görür, götürür, örnək alır, öz həyatını o formada yaşamaq istəyir və ya onda qalmışdı ki, influencerların həyatı. Yəni onlar ümumiyyətlə hal-hazırda bəzi bir qisim kütlə üçün çox cəlbedici görsənir. Yəni o cəlbediciliyi biz niyə görə övladımıza aşılayaq? Nəyə görə gələcək nəslimizə aşılayaq? Axı o müvəqqəti bir şeydir. Biz bilirik ki, o daimi deyil. İndi dəbdir. Biraz sonra dəbdən düşəcək. Necə ki, əvvəl yox idi. Biraz sonra o adi hal alacaq və heç maraqlı da olmayacaq bizə. Mənə bilsiz nə maraqlıdır Günay xanım, bax Elm və Təhsil Nazirliyini təmsil edirsiniz də. Yeri gəlmişkən dinləyicilərimizə də xatırladım. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibidir Günay xanım, həm də xarici dil üzrə mütəxəssisdir. Ümumiyyətlə məktəblərdə bəzən belə deyək də, nəzarət intizam komissiyası mı deyək, belə bir varmı ki, nəzarət edən qurum ki, müəllimlərin bax bu cür davranışlarına birbaşa olaraq cavabdeh olsunlarmı deyim, hər halda müəyyən bir bəlkə də tənbihlər oluna bilər belə müəllimlər. Məsələn, bu cür paylaşımlar edən müəllimlər işdən çıxarıla bilərmi? Yəni indi sizdən dəqiq olaraq soruşmaq istəyirəm. Bir müəllim bu cür hərəkətlər edirsə. Bununla bağlı konkret belə deyək də, sırf bir qanun yoxdur, amma bu il ərzində yəqin ki, sizin də məlumatınız var. Şagird davranış qaydaları ilə bağlı məktəblərə artıq bir yenilik gəlib. Bu demək olar ki, bir il ərzində yavaş-yavaş pilot layihə kimi başladı, müəyyən dəyişikliklər olundu və artıq bütün məktəblərimizdə bu tətbiq edilməyə başlayır. Buradakı şagird davranış qaydalarında əlbəttə ki, məktəbin özünün də bir daxili nizamnaməsi olur. Yəni şagird davranış qaydaları və üstəgəl məktəbin daxili qayda-qanun nizamnaməsi. Bu qayda-qanun yerdən yerə dəyişə bilər. Elə bölgə olur ki, heç orada müəllimin telefonu yoxdur. Yəni maraqlı deyil onun üçün ki, götürüb telefondan gəlsin, nə isə çəksin. Amma elə bölgədə var ki, təbii ki, bu mərkəz və kənarlara görə dəyişir. Yəni ehtiyaclar və istiqamətlər dəyişir. Yəni ona görə hər məktəbin özünün daxili bəzi nizamnamələrdə müəyyən dəyişikliklər olur. Yəni bunu məktəb öz pedaqoji şura iclasında oturub qərar verə bilər ki, tutaq ki, heç bir müəllim dərs zamanı telefondan istifadə eləməyəcək. Əgər təbii ki, müasir zamanədir, müəllimin internetdən istifadə edilməsi gərəkən hansısa bir mövzusu, dərsi varsa, onu bir şəkildə, tutaq ki, bir günlük və ya o həmin dərs ərzində, həmin layihə ərzində müəyyən daxili icazələr alıb istifadə edə bilər təbii ki. Bilirik ki, biz kitablarımızda QR kodlar olur, dinləmələr və ya ümumiyyətlə internetdən müəyyən araşdırılmalı olan dərslər də olur, inteqrativ dərslərimiz olur. Yəni bunun üçün təbii ki, məktəbin müəyyən o idarəçi orqanlarına müraciət edib həmin zaman istifadə edə bilər. Məktəb heç vaxt tam formada telefondan imtinanı deyə bilmir, demir də heç. Amma ki, hər bir halda müəllim özünə cavabdehdir. Heç bir sinif otağına müəllimdən başqa kimsə gəlib qayda qanun demir. Müəllim özünün vicdanına cavabdehdir ki, mən bu 25, 30, 35, bəzən 40 şagirdin içinə girirəmsə, yəni bu 20, 25, 30 şagird məndən sonra mənimlə birlikdə formalaşacaqlar. Mən onlara nə desəm, onu götürəcəklər. Həm də mənim, belə deyək də, dərsdən vacib mənim üçün heç nə olmamalıdır. Bəli, onu yəni, hər müəllim düşünsə, məsuliyyətini almasa. Bir də belə məsələ var da, mən adətən həmişə bu sözü də deyirəm, biraz yenə deyirəm, bəzən müəllimlər inciyirlər, amma düşünürəm ki, bir çox müəllimlər bu fikrimi dəstəkləyir də. Mənə elə gəlir ki, müəllimlik ən gözəl anaya yaraşan bir sənətdir. Niyə görə? Çünki bir insan, bir xanım anadırsa, bəylərimiz inciməsin məndən, amma ana qayğısı ilə yanaşır şagirdlər. Yanaşması başqa cür olur ananın. Yanaşması fərqli olur və eyni zamanda, məsələn, mən fikirləşirəm ki, mənim övladıma dərs deyən müəllim bütün gün əlində telefonumu tutsun, onu çəksin, mənə mi atsın, yoxsa ona dərs mi getsin, həqiqətən sevgi versin. Mənim üçün bu ikinci kriteriya daha
daha önəmlidir. Mənə bütün günü video çəkməyə ehtiyac yoxdur. Elə mənim övladım gəlsin evdə desin ki, ana bu gün dərsdə müəllimlə dedik, güldük, bunu elədik, bu layihəni həyata keçirdik, bu mövzudan danışdıq. Mənim üçün o daha üstün bir yerdədir. Yəni müəllimi biz belə deyək də fərqli tərəfdən görməyə adət etməmişik. Günay xanım da, mən də, yəni bizim belə deyək də o vaxtki nəslin nümayəndələri o vaxt həmişə düşünürdük ki, müəllim görəsən yemək yeyirmi ümumiyyətlə? Yəni həmişə bunu düşünürdük və yaxud biz müəllimi yeməkxanada görəndə belə qəribə baxırdıq. Ümumiyyətlə o yeməkxanaya daxil olmaqdan çəkinirdi, yadınıza gəlirsə. Yəni biraz ehtiyat edirdi və yaxud da ki, həmin müəllimi bir toy məclisində görəndə düşünürdük. Bizə qəribə gəlirdi ki, görəsən, aha, necə maraqlı, müəllim də oynaya bilirmiş və yaxud da necə. Sadəcə bunu elə edirdilər ki, görürsüz, çərçivələr daxilində edirdilər ki, bu şagirdlərdə başqa cür, bəli, nüfuzlarına təsir göstərməsin, şagirdlərdə başqa fikirlər, belə deyək də qəribə fikirlər yaratmasın ki, aha, müəllimin bu davranışını gördüm. Təbii ki, həmin o dərsə də bu təsir göstərəcək, müəllimin özünə də təsir göstərəcək, düzdürmü? Məsələn deyim ki, bu aparıcılara da ayaqlaşmalıyıq. Yəni biz bunu deyə bilmərik ki, yox, biz internetdən istifadə eləmirik. Bu aparıcılara da aiddir ya, Günay xanım, həqiqətən. Yəni mən indi bu sahədəyəm deyə tam olaraq bunu deyə bilirəm. Bəzən şu xəbər aparan aparıcının davranışı o qədər, məsələn, müzakirə olunmur, nəinki, məsələn, xəbər aparıcısı olsun, o başqa cür, məsələn, hərəkətlər edəndə, başqa yerdə daha rahat, daha sərbəst olanda o bir mənalı qarşılanmayacaq. Görürsüz, yəni burada da müəyyən bir sahələrin də özünün kriteriyaları var ki, buna əməl etmək, çərçivələr uymaq lazım gəlir bəzən. Mən bir şey deyim. Ümumiyyətlə Azərbaycan xanımı, Azərbaycan insanı həmişə öz davranışı ilə dünyada fərqlənib. Məsələn, mən bir çox ölkələrdə olmuşam təhsilimlə bağlı, müəyyən təhsillə olan konfranslarla bağlı və orada həmişə diqqətimi çəkən bizim millətin dik duruşu və özünü aparma qaydası olub ki, çünki baxanda bir çox Avropa ölkələri və ya deyək ki, bəzi ölkələr çox sərbəstdirlər, çox rahatdılar və onların davranış, hərəkət qaydaları belə bizim üçün bəzən aşırı rahat gəlir. Amma bizim insanımızın xüsusi bir o genetikasında bir ağırlıq var da. Yəni bu ağırlığı biz pis mənada məncə də pozmayaq. Bunu elə ötürməyə gənc nəslə dəyər. Bax bu yəni bu müəllimin bizim necə deyirlər, adətlərimizdir. Müəllimin həm özünü aparmasından gedir, davranışından gedir, geyimindən gedir. Əgər mən bu gün valla açığın deyirəm, gedib özüm sosial şəbəkədə mən 60 minə yaxın elə təkcə Instagramda izləyicim var. Mən gedib bu gün istirahət paltarı ilə şəkil paylaşsam, nə bilim, bilmirəm, mənə çox xoş gəlməz. Düşünərəm ki, nəysə öz işimə xəyanət eləmiş oldum mən. Razıyam. Yəni bəlkə də olub nə vaxtsa da paylaşmışam. Deyərəm ki, paylaşmamışam, deyərlər ki, yox ay müəllimə, bəs sən də paylaşmısan. Amma mən əsasən çalışıb hər zaman münasibətlərə, yaxşı mənada o davranış etik qaydalara və sahə ilə bağlı olan paylaşımlara üstünlük vermişəm ki, qoy həmişə o sahə ilə bağlı olan paylaşımlar insanların yadında qalsın. Niyə görə deməsinlər ki, filankəs müəllimə həmişə təhsillə bağlı yenilikləri izləyir, həmişə təhsillə bağlı paylaşımlar eləyir. Qoy elə şagirdlərlə də olan hissə yeni metodika ilə bağlı olsun. O şagird bilsin ki, müəllim ona nəsə yenilik gətirdi. Baxın, indi bir dinləyicimiz də yazmışdı, onun göndərdiyi mesaj da ilə mənə maraqlı gəldi. Yəni, bu cür tərəfdən bir şəxsi brendinizi yaratmağa dəyər də. Yəni, başqa cür niyə özünüzü tanıdasınız? Mütləq şəkildə geyimlənmə və yaxud başqa cür, yəni, özünüzü tanıtmağa məncə də ehtiyac yoxdur axı. Müəllim olaraq bunu söyləyirəm. Başqa təbii ki, sahələr indi özləri bilər, amma biz müəllimlərdən danışırıqsa, şəxsi brendinizi daha belə başqa cür göstərə, nümayiş etdirə bilərsiniz. Paylaşımlarınızla, elmi məqalələrinizlə, nə bilim, metodikanızla, müasir metodikanızla, qazandığınız təcrübələri, bəli. Necə? Şagirdlərinizin nailiyyətləri ilə. Bəli, uğurları ilə, niyə də yox, bəli. Qayıdacaq söhbətimizin ardı gələcək. Əlbəttə, çox maraqlı bir söhbət gedir burada. Bugün müəllim və sosial şəbəkə etikasından danışırıq. Çox dinləyicilərimiz də maraqlı suallar göndəriblər. Mən təşəkkür edirəm hər birinə. Bu arada World Career və Peşə Mərkəzinin sponsorluğu ilə proqramımızı dinləyirsiniz. Türkiyədə təhsil almaq arzusunu reallaşdıran bir şirkətdir. World Career və Peşə Mərkəzi 12 illik təcrübəsi olan təhsil şirkəti
hibrid təhsil təklif eləyir sizə, tibb təhsili, eyni zamanda Türkiyədə magistr üzrə psixologiya təhsili, doktorantura üzrə təhsil almaq istəyirsinizsə, ölkəni tərk etmədən siz təhsil ala bilirsiniz, diplomunuz da tanınacaq. İndi yazsanız xidmət haqqını 2 dəfəyə ödəmək imkanı əldə eləyəcəksiniz. Sizin üçün nömrə deyirəm 055 674 72 30 WhatsApp nömrəsinə yazacaqsınız. Təkrar edirəm 055 674 72 30. Biz isə davam edirik söhbətimizə. Sağlam təhsil. Sizi xoşbəxt gələcəyə aparan qapı. Bugün qonağımız var. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi, xarici dil üzrə mütəxəssis Günay Əkbərova və Günay xanım sonda müəllimlərin geyimi ilə bağlı danışmaq istəyir və tövsiyələrini də çatdırmaq istəyir. Son olaraq müəllimlərə sosial şəbəkə istifadəsi ilə bağlı nə tövsiyə edərdiniz Günay xanım? Geyimlə bağlı sadəcə ona toxunmaq istəyirəm ki, əziz müəllimlər, yəni biz hər zaman bilməliyik ki, ətrafımızda olan şagirdlərimiz bizdən nəyisə örnək götürürlər. Yəni təkcə valideynlərin yox, həmçinin də bir çox şagirdin gələcək həyatında olan rolumuz var və ona görə hər zaman o geyimimizə, davranışımıza mütləq formada diqqət eləməliyik. Yəni nə vaxt ki o bəzən mənim rastıma çıxır, müəllimləri görürəm ki, çox uzun dırnaqlarla, nə bilim biraz belə bəzəkli, düzəkli saç tərzləri ilə. Yəni çalışaq nə qədər sadə olsaq, o qədər çox şagirdimizin ürəyində sevgi taparıq, sevgi qazanmış olarıq. Hər zaman yəni öz milli kimliyimizə bürünməliyik, öz mentalitetimizi yaddan çıxartmamalıyıq, köklərimizdən çıxmamalıyıq. Nə qədər də müasir olsaq da, o müasirliklə paralel öz kökümüzü unutmayaq və bundan da şagirdlərimizi bu ruhla yetişdirək. Son tövsiyələriniz müəllimlərə bundan ibarət idi və bir daha xatırladaq, may ayının 3-də Günay xanımın da yəni çıxışı olacaq. Bakı Biznes Universitetində World Career Peşə Mərkəzinin təşkilatçılığı ilə bilirsiniz ki, təhsildə sən 4-cü dəfə yəni forum keçiriləcək. Ona görə də hər kəsi dəvət edirik. Günay xanımın da mövzusu çox maraqlıdır. Xarici dili də inklüziv yanaşmalarla bağlıdır mövzum. Düşünürəm ki, xarici dil bizim ən bəlkə də yaralı yerlərimizdən biridir ki, çox yaxşı qrammatika var, amma təəssüf ki, danışıq tam istədiyimiz kimi deyil hələ də. İnşallah bununla bağlı inklüziv yanaşmaları birlikdə aşkar etməyə çalışacağıq. İnşallah dinləyəcəyi maraqlıdır bizim üçün bu mövzular. Bilet əldə etmək üçün 055 674 72 30 nömrəsini yığmalısınız. Çox sağ olun, təşəkkür edirik maraqlı söhbətə görə və sağollaşırıq dinləyicilərimizlə axşam saatlarına qədər. Sağ olun.